Bu ilin yanvar-sentyabr aylarında Xankəndi şəhərində özəl sektorda çalışan muzlu işçilərin orta aylıq əmək haqqı 571 manat olub. Yenabaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə Xankəndində orta aylıq əmək haqqı 9,4% azalıb. Qeyd edək ki, son bir ildə Xocalı rayonunda da əmək haqqları aşağı düşüb. Bu rayonda orta aylıq əmək haqqı 1012,8 manatdan 923,7 manata enərək 8,8% azalma göstərib. Ən böyük azalma isə Xocavənd rayonunda qeydə alınıb. Burada orta aylıq əmək haqqı 834,5 manatdan 654,7 manata düşüb və bu 21,5% azalma deməkdir. Şuşa şəhərində də oxşar dinamika müşahidə edilib. Belə ki, Şuşada özəl sektorda çalışan muzlu işçilərin orta aylıq əmək haqqı 1132,7 manat təşkil etsə də, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% azalıb.